Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən 2 fevral Azərbaycan Gəncləri Gününə həsr edilmiş könüllü təşkilatlarının dayanıqlı inkişaf forumu həyata keçirilib. 500-ə yaxın Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafının təmin edilməsi, könüllü təşkilatları arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub. Tədbirdə Milli Məclisin deputatları, Gənclər Fondunun İnformasiya Texnologiyaları və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər. Könüllərimiz kifayət qədər il ərzində həm ötən illərdə, həm də bu il ərzində fəallığın artırılması istiqamətində İttifaq tərəfindən müxtəlif səpkili layihələr həyata keçiriləcəkdir. Bu layihələr təbii ki, strateji məqsədlərə dayanaraq həyata keçirilir. Həm Cənab Prezident tərəfindən elan olunmuş şəhərsalma və memarlıq ili çərçivəsində könüllərin rolunun artırılması istiqamətdə mütləq şəkildə fəaliyyətlərin keçirilməsi nəzərdə tutulmuşdur. Təməli ümumi lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Cənab Prezident Möhtərəm Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir və mən qeyd etmək istərdim ki, Azərbaycan gəncliyi, Azərbaycan könülləri dövlət və dövlətçiliyə nələrin sədaqətini hər zaman öz inkişaflarıyla və öz fəaliyyətlərlə göstərməkdədir və hər zaman Cənab Prezidentin ətrafında birləşməyə hazırıq. Bir çox tədbirlərdə iştirak etmişəm. Həmçinin belə deyim, keçən il burada keçirilən 2025-ci ilin son aylarında keçirilmiş forumda da iştirak etmişəm. Ümumiyyətlə könüllü olmaq çox gözəl bir şeydir məncə. Miqrasiya könüllüsü olaraq deyə bilərəm ki, miqrasiya könüllüsü yalnız bir könüllülük deyil, həm səmimi duyğular, yeni dostlar, yeni çevrə və mühitin qazanması deməkdir. Bunu deyə bilərəm ki, könüllü olaraq yalnız tədbirlərdə iştirak etmək yox, başqalarına kömək eləmək, fayda vermək məncə ən vacib və əsas olan bir şeydir. Gənclər olaraq tövsiyə edirəm ki, yeni mühit və dostlar qazanmaq ən əsasıdır. Yəni buranı bir məcburiyyət, könüllü olmağı bir məcburiyyət kimi yox, yeni dostlar əldə etmək və özünüzü daha da inkişaf etdirmək üçün istifadə etmək lazımdır. Könüllülüklər məncə gələcəyimizin pilləkənlərini, uğurumuza gedən yolumuzu daha da gözəlləşdirməyimizin əsas təməlidir. Qarşıdan gələn, yəni 2 fevral Gənclər Gününə münasibətilə bütün gəncləri və könüllüləri təbrik edirəm. Özüm, yəni Gənc Könüllülər İctimai Birliyində, Suraxanı Gəmi Muzeyində təcrübədə olmuşam. Yəni belə deyim ki, orada qonaqların qarşılanması, ekskursiyaların keçirilməsində və gedişatında köməklik göstərdik. Qarşıdan gələn Gənclər Gününə özəl hər bir gəncə, hər bir könüllünü təbrik edirəm və həqiqətən mənim üçün könüllü olmaq çox belə böyük uğurlu təcrübələrə səbəb olubdur. Çünki burada qazandığım dostluqlar, böyük təcrübələr, beynəlxalq yerli tədbirlərdə iştirak həm mənim üçün, həm öz təcrübəm, həm də gələcəyim üçün daha çox önəmli olduğunu inanıram. Yəni könüllü olmaq hər bir gəncin olmasını istəyirəm. Çünki könüllülük həqiqətən çox böyük təcrübələr əldə edir, daha çox imkanlar yaradır, həm öz gələcəyimiz üçün, həm şəxsi təcrübələrimiz üçün. Yəni düşünürəm ki, hər bir gənc könüllü olmaq istəyirəm. Asan könüllüsü olmaq mənim üçün böyük bir məsuliyyət, böyük bir dəyərdir. Düşünürəm ki, burada daim gün ərzində vətəndaşlarla ünsiyyətdə olmağım mənim öz nitqimin inkişafına, eyni zamanda daha da çox sosiallaşmağıma təkan verir. Burada artıq kollektiv işləməyi, yoldaşlarla ünsiyyətdə olmağı, vətəndaşların qarşılanması mənim üçün, yəni düşünürəm ki, böyük bir məsuliyyətdir və öz üzərimdə işləməyimə daim kömək olur. Düşünürəm ki, hər bir kəs könüllü olaraq fəaliyyətinə davam etdirməlidir. Özünü inkişaf etdirmək üçün könüllülük bir mərhələdir və eyni zamanda bu mərhələdən sonra özünü daha yaxşı bir yerə aparmaq üçün bir yoldur. Hər kəsə tövsiyə edirəm ki, fəaliyyətdə olan zaman özünü daim inkişaf etdirməyi bacarsın. Hər kəslə yoldaşlıq qurmağı, sosiallaşmağı can atsın, özünü hər zaman dəyərli hesab etsin. Mən də nə xoş mənə ki, bu könüllülüyün bir parçasıyam, bir dəyərin bir parçasıyam. Könüllü olmaq məncə təkcə işləmək deyil, eyni zamanda bunu səmimi qəlbdən etməkdir. Yəni ən yaxşısını, əlindən gələn ən yaxşısını etməkdir ki, hər şeyi daha gözəl edək. Sonda forumda gənc regional nümayəndələr və bir qrup könüllü gənclər 2 fevral Azərbaycan Gəncləri Günü münasibətilə səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar.